mübarizəyə start verilir. Hər iki komandaya uğurlar arzulayırıq əziz tamaşaçılar və Bakic, Tırkıvyano hələ ki topladı. Orada Brahim Konate top ələ keçirir. Konate cəmə meydançasında. Konate və son anda Azər Salahlı topu qap xəttindən çıxarır. Həkimlər meydana daxil olmalıdır. Azər Salahlı bax bu epizodda topu qapı xəttindən uzaqlaşdırır. Brahim Konate qol vurmağa çox yaxın idi. Ramil Şeydayev yeridən Səfərov cəmə meydançasını ötürmə olacaq. Ötürmə qapı qarşısına. Başla zərbə. Top direğin yanından keçdi. Ricardo Fernandes. Bu arada Emil Səfərov davam edə bilməyəcək. Ramil Şeydayev. Arsen önündə Şeydayev. Ötürmə qapı qarşısına. Edin Kuç zərbə indirir və topu qapının üstündən vurur. Azər Əliyev. İrəli ötürmə Azərdən. Və Ozobiçə fikir verin. Cəmə meydançasında artıq Ozobiç yıxılır yerə. Hakim penalti deyinir. Filip Ozobiç. Radjanovic orada Ozobiçlə mübarizədə. Fikir verin necə uduzur. Ardınca da Bakic Ozobiçin qarşısını kəsməyə çalışarkən. Görə indi orada penalti təsdiqlənir. Yoxsa yox, amma başqa şeydir sözün əsl mənasında. Ozobiç çempionatımızda çıxış etmiş. Yoxlanıldı və penalti təyin olunur. Ramil Şeydayev yaxınlaşır topa. Şeydayev və gol! Ramil Şeydayev Neftçini irəli çıxarır Şamaxı şəhər stadionunda. Ricardo Fernandeslə topu ayrı-ayrı künclərə göndərir. Soyuqqanlı şəkildə Ramil Şeydayev. Bu qədər də maraqlı oyunun şahidi değildi, amma hissənin sonlarında Neftçi 42-ci dəqiqədə penaltidən hesabda irəli çıxır. Ramil Şeydayev Ozobiçin qazandığı penaltini qolla tamamlayır. Ötürmə Edgar Adilxanov saxlayır topu. Edgar komanda yolaşı gəldi köməyinə. Edgar Adilxanov zərbə! Təhlükəli və əla olmuşdu Edgar. Topu pozduğuna işarə edir. Edgar Konate. Ötürmə dəqiq deyil. Sambu indi qapçıya üz böyük. Sambu və Fernandes. Əla zərbə indirmişdir. Ricardo Fernandes də gözəl seyv edir. Filip Ozobiç. Ervin Kofi sol ayağına çəkib zərbə indirir. Kofi yerindədir Ricardo Fernandes. Ötürmə yoxsa zərbə mi? Michael Tuik. Filip Ozobiç. Ötürmə Sambu'dan zərbə yerindədir Ricardo Fernandes. Ramil Şeydayev. Şeydayevdən qapı qarşı ötürmə. İndi qüvvətli zərbə gəlir və gol! Filip Ozobiç! Çox baxımlı, çox gözəl qolun müəllifi olur. Filip Ozobiç günün qəhrəmanıdır şübhəsiz. Penaltini qazandı və izini təkrarı müdafiəçilərini uzaqlaşdırmağa çalışdığı top və qüvvətli zərbə Ozobiçdən. Ağadaş Salyanski oradan çıxmağa çalışdı. Qayda pozulmayıb. İrəli ötürmə. Azər Salahlı yenə mükəmməl oynadı orada. İndi isə zərbə gəlir və yerindədir Emil Balayev. Salahlı qapıya gedən topun qarşısını kəsmişdi. Xatırlayırsınızsa. Brahim Konate'nin cəhdindən sonra. Bu da maçın final fitim. Fərid Acıyev 29-cu turun Şamaxı Neftçi görüşünü başa çatdırır.